Paytaxtda salınan yeni yol tıxacların nisbətən aradan qaldırılmasına hesablanıb. Azəryol Servisi Açıq Tepli Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, Yusif Səfərov və Köfkəf Səfəriyeva küçələrinin kəsişməsində salınan yeni yol Cavanşir körpüsü, eləcə də Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələrində olan tıxacların aradan qaldırılmasına kömək edəcək. Yusif Səfərov küçəsindən Səfər Əliyeva küçəsinə qədər yeni bir yol salındı. Yolun ümumi uzunluğu 550 metr, eni isə 11 metr təşkil edəcək. Yəni məqsəd burada Yusif Səfərov küçəsindən nəqliyyat vasitələrinin paytaxta çıxışını təmin etmək. Bu da öz növbəsində yəni tıxacların qismən də olsa bu istiqamətdə azalmasına səbəb olacaq. Bəzi hissələrdə, belə deyək, zəruri olan yerlərdə kommunikasiya xətləri də dəyişdirilir. Demək, həmin kommunikasiya xətlərinin üst beton piltələrinin, belə deyək, dəmir qapaqların dəyişdirilməsi də aparılacaq və bardürlər gördüyünüz kimi mərmər bardürlərlə əvəz olunur. Artıq bir müddətdir ki, 28 may küçəsi əsaslı təmir tikinti işləri ilə əlaqədar bağlandığını deyən qurum rəsmisi hazırda paytaxtın bir sıra küçələrində təmir tikinti işlərinin aparıldığından bu istiqamətlərdə hərəkətlər tam məhdudlaşdırılıb. Bunlar Zorgi, Nizami, Dilarə Əliyeva, Qurtqaşınlı, Xətai prospektlərindədir ki, burada da alternativ yol kimi digər küçələrdən istifadə etmək mümkündür. Pünhan Mürsəliyev onda bildirdi ki, hazırda Vaqif küçəsi ilə Ceyhun Hacıbəyov küçəsinin kəsişməsi, eləcə də Azadlıq prospekti və Səməd Vurğun küçəsinə qədər geniş asfalt vurulur. Bu səbəbdən də bu istiqamətdə yollar bir müddət bağlı qalacaq. Bakı ətrafı yollarda aparılan təmir işlərindən danışan qurum rəsmisi deyir ki, Binəqədi şosesində Süleyman Sani Axundov küçəsi ilə kəsişməsində Baksol yoluna olan hissə və Baksol yolu bütünlüklə təmir edilir. Mütəmadi olaraq səs sularının təsir ucbatından çox pis vəziyyətə düşürdü. Demək ki, Azəryol Servisi Açıq Səhmdar Cəmiyyətinin hesabına həmin ərazidə yeni yağış kanalizasiya sistemi quruldu və hal-hazırda asfaltlanma işləri gedir. Yaxın günlərdə orada işlər başa çatdırılacaq. Son günlər əsaslı təmir işləri Binəqədi Novxana avtomobil yolunun sahil zolağında da aparılır ki, bir neçə gün sonra Binəqədi şosesində Bakı-Rusiya avtomobil yolunun Xırdalan ərazisindən keçən hissəsi də təmirə bağlanacaq. 2007-ci ildə salınan beton yolun yenidən təmirə bağlanmasının səbəblərinə aydınlıq gətirən Pünhan Mürsəliyev bildirdi ki, beton yol çəkilərkən 30 il müddətinə istismara verildiyi bildirilsə də, bir neçə müddətdən sonra onun təmirə bağlanması qərarı alındı. Bir il müddətində həmin yolda